Mövzumuz qoşmadır. Qoşma isimin deməli 4 dənə halına qoşulur. Hansılar da həmin hallar? Adlıq, yiyəlik, yönlük və çıxışlıq halı. Deməli, qoşma isimin hansı hallarına qoşulur? Adlıq halına, yiyəlik halına, yönlük halına və çıxışlıq halına qoşulur. Bu ismin 4 dənə halına qoşulur. Və ismin 4 halına qoşulandan sonra müəyyən məna çaları yaradır. Bax, ismin 4 halına qoşulur. Adlıq, yiyəlik, yönlük, çıxışlıq. Və ismin bu 4 halına qoşulanda müəyyən məna çaları yaradır. Ay müəllim, müəyyən məna çaları nədir? Dedikdə, baxın, bunlardır. Bənzətmə məna çaları yaradır. Birgəlik vasitə məna çaları yaradır. Məsafə məna çaları yaradır. İstiqamət, yön məna çaları yaradır. Və eyni zamanda aidlik, məhsulluq, zaman, fərqləndirmə, səbəb, nəticə, səbəb, məqsəd və istinad məna çaları yaradır. Yəni, qoşma deyir, isimin adlıq, yiyəlik, yönlük, çıxışlıq hallarına qoşulub müəyyən mənaçaları yaradır. Müəyyən mənaçalar deyəndə məhz onlar nəzərdə tutulur. Deməli, tərifi belədir. İsmin adlıq, yiyəlik, yönlük, çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən mənaçaları, yəni bənzətmə, müqayisə, fərqləndirmə, zaman və s. müəyyən mənaçaları əmələ gətirən köməkçi nitq hissəsi adlanır qoşma. Məsələn, deyirəm, sənin üçün. Burada üçün qoşmadır və sənin yiyəlik hala qoşulub. Sənindəki yiyəlik haldadır. Deməli, üçün qoşması yiyəlik hala qoşulub. Sonra, evə tərəf. Burada tərəf qoşmadır və evə aya yönlü qarşı qıpsı olduğuna görə yönlük hala qoşulub. Vətən naminə. Naminə burada vətən adlıq haldadır. Adlıq halda olan sözü qoşulub. Yəni, burada nümunə göstərir ki, ismin hansı hallarına qoşulur. Qoşmalar təklikdə müstəqil məna bildirmir. Axı, deyirik, qoşmalar ismin adlıq, yiyəlik, yönlük, çıxışlıq halına qoşulur. Təklikdə, tək halda. Yəni, tək işlətsəm onu, müstəqil məna bildirməyəcək. Bəs nə zaman deməli, mənaçaları yaradır? Adlıq, yiyəlik, yönlük, çıxışlıq hala qoşulanda. Məsələn, sənin üçün qoşmasına fikir verək, uşaqlar. Sənin üçün qoşmasına fikir verək. Mən burada üçün qoşmasını tək işlətsəm, hər hansı bir məna bildirməyəcək. Amma üçün qoşması sənin sözü ilə birlikdə işlənəndə, ismin yiyəlik halına qoşulanda, artıq burada müəyyən bir mənaçaları bildirəcək. Yəni, məsələn, sənin üçün gəldi, səbəb mənaçaları bildirir. Yəni, gəlmənin səbəbi nədir? Sənin üçün. Yaxud da, tərəf tək halda işlənsə, heç bir mənaçaları bildirmir. Amma yönlük hala qoşulsa evə tərəf. Evə tərəf gəldi. Bu artıq yönlük hala qoşulanda istiqamət mənaçaları bildirdi. Sonra qoşmalar təklikdə dedik müstəqil məna bildirmir. Onlar ismin müəyyən hallarında olan sözlərə qoşulduqdan sonra ismin müəyyən hallar deyəndə hansı hallar nəzərdə tutulur? Adlıq, yiyəlik, yönlük və çıxışlıq hala. İsmin müəyyən hallarda olan sözlərə qoşulduqdan sonra müxtəlif mənaçaları əmələ gətirir. Qoşmalar quruluş baxımından yalnız sadə olurlar. Deməli, buradakı adlıq, yiyəlik, yönlük, çıxışlıq hala qoşulan qoşmalara fikir verin. Hamısı quruluşsa yalnız sadədir. Yəni, qoşmanın düzəltməsi, mürəkkəbi yoxdur. Yalnız quruluşsa sadə olur. Ümumiyyətlə, köməkçi hissələrin düzəltməsi yoxdur. Amma qoşmanın mürəkkəbi də yoxdur. Düzəltməsi olmamaqla yanaşı, həm də mürəkkəbi də yoxdur qoşmanın. Qoşmalar quruluşsa yalnız sadə olurlar. Digər köməkçi hissələrindən fərqli olaraq, qoşmalar qoşulduğu sözlə birlikdə cümləsi olur. Digər köməkçi nitq hissələrindən, yəni bağlayıcı ədat, modal söz, nida. Bunlardan fərqli olaraq, deyir digər köməkçi hissələri. Digər köməkçi hissələri, ümumiyyətlə köməkçi hissələrimiz hansıdır? Qoşma, bağlayıcı, ədat, sonra modal söz və nidalardır da, düzdür? İndi deyir qoşma, digər köməkçi nitq hissələrindən, yəni bağlayıcı ədat, modal söz və nidalardan fərqli olaraq qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Deməli, qoşma cümlə üzvü ola bilir, amma necə? Qoşulduğu sözlə birlikdə. Məsələn, burada üçün qoşması qoşmadır, düzdür? Üçün qoşması tək halda cümlə üzvü ola bilmir. Yəni, tək halda mübtada, xəbər, tamamlıq, təyin, zərflik ola bilmir. Üçün qoşması
qoşulduğu sənin sözü ilə birlikdə, yəni yəli-gəli qoşulub da, düzdür? Yəli-gəlli sözlə birlikdə artıq cümlə üzvü olacaq. Məsələn, deyir, sənin üçün gəldi. Niyə gəldi? Hansı səbəbə gəldi? Sənin üçün. Yəni, burada bax, üçün qoşması sənin sözlə birlikdə səbəb zərfliyi oldu. Yəni, cümlə üzvü oldu. Yaxud da evə tərəf gəldi. Tərəf qoşması evə sözü ilə birlikdə haraya gəldi, evə tərəf yer zərfliyi oldu. Yəni, qoşmalar təklikdə cümlə üzvü olmur, amma hansı sözə qoşulursa, o sözlə birlikdə cümlə üzvü olur. Məsələn, adlıq adlı sözə qoşulsa, yəlik adlı sözə qoşulsa, yönlük adlı sözə qoşulsa, adlıq adlı, yəlik adlı, yönlük adlı və çıxışıq adlı sözə qoşulsa qoşmalar. Həmin o qoşulduğu sözlərlə birlikdə cümlə üzvü olur. Tək halda cümlə üzvü ola bilmir. Sonra başqa nümunə deyir ki, digər köməkçi hissələrindən fərqli olar. Deməli, qoşmalar qoşulduğu sözlə birlikdə, yəni ismin adlı, gəli, yönlük, çıxışıq halına qoşulur. Həmin onlarla birlikdə cümlə üzvü olur. Digər köməkçi hissələrindən fərqli olaraq. Niyə belədir? Çünki bağlayıcı, ədat, modal söz, nidalar, yəni digər köməkçi hissələri heç vaxt cümlə üzvü ola bilmir. Amma qoşmalar isə cümlə üzvü ola bilir. Necə cümlə üzvü ola bilir? Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Məsələn, deyir, sənin kimlər çoxdur? Bax, burada kimi qoşmadı, ismi yiyəlik halına qoşulub, düzdür? Çoxdur, nə qədərdir? Xəbər. Kim çoxdur? Sənin kimlər. Sənin kimlər kim sualına cavab verdiyinə görə birlikdə mübtəda oldu. Bax, qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü kimi mübtəda oldu. Deməli, qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Yaxud da, bütün bunlar sənə aiddir. Aid qoşmadır burada və yönlük ala qoşulub. Da, düzdür? Sənə aiddir, kimə aiddir xəbər. Bax, burada qoşma, aid qoşması qoşulduğu sənə sözü ilə birlikdə xəbər oldu, yəni cümlə üzvü oldu. Sonra, digər köməkçi hissələrindən fərqli olaraq, qoşmalar qoşulduğu sözlə birlikdə bəzi qrammatik şəkilçilər qəbul edir. Bax, yenə də deyir. Buradakı kimi burada da deyir ki, digər köməkçi hissələrindən fərqli olaraq. Yəni, bağlayıcı, ədat, modal söz və nidalardan fərqli olaraq, qoşmalar ismə məxsus olan cəm, mənsubət, hal, şəxs şəkilçisi, yəni xəbərli şəkilçini qəbul edə bilir. Baxaq. Məsələn, deyirəm, sənin kimlər çoxdur? Kimi burada qoşmadı və ismə məxsus olan larlar cəm şəkilçisini qəbul edib. Yaxud da, bütün bunlar sənə aiddir. Aid qoşmadı və ismə məxsus olan dırdir şəxs şəkilçisi, xəbərli şəkilçini qəbul edib. Yaxud da, sözüm sənin kimlərədir. Bax, kimi burada qoşmadı, ismə məxsus olan cəm, hal və dırdir şəxs şəkilçisi qəbul edib. Deməli, digər köməkçi hissələrindən, yəni bağlayıcı, ədat, modal söz və nidadan fərqli olaraq, qoşmalar ismə məxsus olan cəm, mənsubət, hal, xəbərli şəkilçisini qəbul edə bilir. Amma bağlayıcı, ədat, modal söz, nidalar isə ismə məxsus olan cəm, mənsubət, hal, şəxs şəkilçisi qəbul eləyə bilmir. Sonra, təsriflənən feillər, feili bağlamalar qoşma ilə işlənmir. Məsələn, bir dənə təsriflənən feildir. Təsriflənən feil nə idi? Şəxsə cəmiyyətə görə dəyişən feil. Məsələn, gəldi. Hansı feil ki, gördüyünüz zaman şəkilçisi qəbul edib? Feilin şəklinin şəkilçilərin, yəni əmr, arzu, vacib, lazım, şərt şəkilçisi qəbul edib. Sonra idi imiş qəbul edibsə, bilin ki, o təsriflənən feil. Deyir ki, qoşmalar təsriflənən feillərlə işlənə bilmir. Məsələn, gəldi təsriflənən feildir. Bax, gəldi feilinə buradakı qoşmalar var, adlıq, yərlik hala qoşulan qoşmalar, yönlük hala qoşulan qoşmalar, çıxışıq hala qoşulan bu qoşmalar var, onların heç birisini artırmaq mümkün deyil. Məsələn, gəldi qədər olar, olmaz. Gəldi dək olar, olmaz. Gəldi sonra olar, olmaz. Yəni, təsriflənən feilə qoşmalar artırılmır. Feili bağlamalar da qoşma ilə işlənmir. Məsələn, bir dənə feili bağlama deyirəm. Məsəl, feil, sifət, feili bağlama necə tapırdıq? Şəkilçiləri ilə. Bir dənə feili bağlama yazım. Gələndə. Anda əndə feili bağlama şəkilçidir. Feili bağlamalar da qoşma ilə işlənmir. Məsələn, deyirəm, hələ bunları artıraq, burada qoşmaları gələndə feilinə. Görək, artıra biləcək. Gələndə qədər, gələndə kimi, gələndə doğru, nə bilim, gələndə qeyri. Deməli, qoşmalar feili bağlama ilə də işlənə bilmir. Feil bağlama ilə də işlənə bilmir qoşmalar. Təsriflənən feillərlə də işlənə bilmir, feili bağlama ilə də işlənə bilmir. Sonra,
Qoşmalar təsvirlənən feilə qoşula bilmədiyi üçün, qoşulduğu sözlə birgə feili xəbər ola bilməz. Deməli, qoşmalar nələrə qoşula bilmir? Təsvirlənən feilə qoşula bilmir. Bir də nələrə qoşula bilmir? Feili bağlamalara qoşula bilmir. Təsvirlənən feilə qoşula bilmir, bir də feili bağlamalara qoşula bilmir. Qoşmalar təsvirlənən feilə qoşula bilmədiyinə görə üçün, qoşulduğu sözlə birlikdə heç vaxt feili xəbər ola bilməz. Deməli, qoşmalar feili xəbər ola bilmir heç vaxt. Sonra, tək-hecalı qoşmalar var. Məsələn, tək, dək, cacə, cancən. Tək-hecalı qoşmalar hər zaman qoşulduğu sözə bitişik yazılır. Məsələn, lalə tək. Bax, tək-hecalı qoşma olduğuna görə qoşulduğu lalə sözünə necə yazılır? Bitişik. Evə dək. Dək tək-hecalı qoşma olduğuna görə qoşulduğu evə sözünə bitişik yazılır. Yol boyunca ca tək-hecalı qoşma olduğuna görə qoşulduğu boy sözünə necə yazılır? Bitişik. Yəni, tək-hecalı qoşmalar qoşulduğu sözə bitişik yazılır. Niyə bitişik yazılır? Tək-hecalı olduğu üçün. Bir dənə, uşaqlar, xas qoşması tək-hecalı olsa da qoşulduğu sözə ayrı yazılır. Məsələn, deyirəm, sənə xas. Xas tək-hecalı qoşma olsa da qoşulduğu sözə hər zaman ayrı yazılır. Bu da belə. Sonra, hallara görə qoşmaların qruplaşması. Adlıq və yiyəlik ilə qoşulan qoşmalar bunlardır. Bunları əzbər bilməliyik ki, görəndə tanıyaq. Deməli, bu aşağıdağı adlarını çəkəcəyim qoşmalar ismin həm adlıq halına qoşulur, həm də yiyəlik halına. Qədər. İsmin adlıq halına qoşulur, yiyəlik halına da qoşulur. Kimi, tək, cacə, üçün, ilə, lalə, haqqında, haqda, barəsində, barədə, əvəzinə, naminə və üzrə. Bu qoşmalar həm ismin adlıq halına qoşulur, həm də yiyəlik halına qoşulur. İndi qoşaq. Məsələn, əli. Sual verək, əli kim? Adlıq haldadır. İndi qədəri qoşuram. Əli qədər. Fikir verdiniz? Deməli, qədər qoşması ismin adlıq halına qoşulur. İndi qədər qoşmasının ismin yiyəlik halına qoşun. Deyirəm ki, sənin qədər. Hansı halına qoşdum? Yiyəlik halına. Sonra kimi? Əli kimi. Kimi qoşması ismin adlıq halına qoşuldu. Əli adlıq haldadır və kimi qoşması da adlıq halına qoşuldu. İndi yiyəlik hala qoşulsun. Sənin kimi. Yiyəlik hala qoşuldu. Yəni bunların hamısı bu qoşmalar. İsmin həm adlıq halına qoşulurlar, həm yiyəlik halına. Daha sonra yönlük hala qoşulan qoşmaları deyək. Qədər, kimi, dək, cancən, tərəf, doğru, qarşı, sarı, aid, dair, məxsus, nisbətən, yaxın, görə əsasən. Bu qoşmalar ismi yönlük halına qoşulur. Məsələn, deyirəm ki, sənə. Yönlük halda da düzə aya yönlük qarşı gedisidir. Sənə qədər artım, sənə qədər. Yönlük hala qoşulur. Fikir verin, qədər qoşması adlıq yiyəlik hala da qoşula bilir. Yönlük hala da qoşula bilir. Sonra, sənə kimi. Bax, yönlük hala qoşuldu. Sənə dək. Yönlük hala qoşuldu. Sənəcən. Yönlük hala qoşuldu. Bunların hamısı ismin yönlük halına qoşulur. Sonra əvvəl, qabaq, bəri, qeyri, başqa, səvaya, ayrı, özgə, əlavə, ötürü. Bax, bu qoşmalar isə ismin çıxışıq halına qoşulur. Məsələn, deyirəm ki, səndən sonra. Hansı hala qoşuldu sonra? Dandan çıxışıq halına. Səndən əvvəl. Səndən qabaq. Səndən bəri, səndən qeyri, səndən başqa, səndən səvaya və s. Hansı hala qoşuldu? Çıxışıq hala qoşuldu. Deməli, ona görə biz, uşaqlar, adlıq, yiyəlik hala, yönlük hala, çıxışıq hala qoşulan qoşmaları əzbər bilməliyik ki, yəni hansı hala qoşulur. İkinci, qoşmalar ismin adlıq, yiyəlik, sonra yönlük və çıxışlıq halına qoşulanda müəyyən məna çaları yaradır. Nə yaradır? Məna çaları yaradır. İndi görək, hansı məna çaları yaradır. Baxın,
qədər, kimi, tək, təki və cacə. Bunlar ismin adlıq və yiyəlik halına qoşulanda bənzətmə mənaçaları yaradacaq. Bənzətmə. Baxın, Fuad qədər. Fuad adlıq halda kim Fuad? Qədər qoşması adlıq halda olan Fuad sözünə qoşulub və bənzətmə mənaçaları yaratdı. Ay müəllim, sual yaranır. Ay müəllim, hardan bildiniz? Baxın, cümləni hər zaman oxuyun, məzmuna əsasən tapacaqsınız. Məsələn, deyirəm ki, Fuad qədər oxuyur. Oxumaqda kimə bənzədib? Fuada. Deməli, qədər qoşması ismin adlıq halına qoşulub və bənzətmə mənaçaları yaradır. Yaxud da Fuad qədər qaçır. Qaçmaqda kimə bənzədib? Fuada. Deməli, qədər qoşması adlıq halına qoşulanda bənzətmə mənaçaları yaradır. Yaxud da kimi? Fuad kimi oxuyur. Kimə bənzədir oxumaqda? Fuada. Sənin tək oxuyur. Oxumaqda kimə bənzədir? Sənə. Gül təki, məsələn, ətirlidir. Yəni, ətirli olmaqda nəyə bənzədib? Gülə. Uşaqca ağlı var. Ağılın olmağında kimə bənzədib? Uşağa. Yəni, qısa və konkret desək, qədər kimi tək, təki, cacə qoşmaları. İsmin adlıq və yiyəlik halına qoşulanda bənzətmə mənaçaları yaradır. Bunu cümlənin məzmunundan da tuta bilərsiniz. Yəni, əzbərləməyə də bilərsiniz. Cümlənin məzmunundan tuta bilərsiniz ki, burada hansı mənaçaları yaradır. Amma bir şərtdən ki, mənaçalarların adını bilin. Baxın, deyirəm, Fuad qədər oxuyur. Cümlənin məzmunundan mənə məlum olur ki, burada qədər qoşması Fuad, adlıq halında Fuad sözünə qoşulub, Fuad qədər oxuyur. Bənzətmə müqayisə mənaçaları yaradır. Yəni, oxumaqda Fuada bənzədilib, Fuadla müqayisə olunub. Sonra, ilə, lalə, bəzən də cacə qoşmaları ismin adlıq və yiyəlik halına qoşulanda birgəlik vasitə mənaçaları yaradır. Məsələn, qələmlə, bax, lalə burada qələm adlıq hala qoşuldu. Daimla, lalə burada daim adlıq hala qoşuldu. Yol boyunca, cacə burada boy adlıq halına qoşuldu. İndi hansı mənaçalar yaradır? Birgəlik vasitə. Məsələn, deyirəm ki, qələmlə yazdı. Bax, qələmlə yazdı. Yəni, hansı vasitədən istifadə edib yazanda qələmlə? Bax, burada vasitə bildirdim. Daimla gəldim. Kimdən birlikdə gəlmişəm? Daimla. Burada da birgəlik bildirdi. Sonra, qədər, kimi, dək, cancən qoşması uşaqlar yönlük hala qoşulanda artıq o məsafə mənaçaları bildirəcək. Hansılar? Qədər, kimi, dək, cancən. Məsələn, məktəbə qədər. Bax, qədər sözü məktəbə yönlük hala qoşulub və nə bildirəcək? Məsafə. Məsələn, məktəbə qədər gəldi. Məsafə hara idi? Hara qədərdir məsafə? Məktəbə qədər. Yaxud da, məktəbə kimi gəldi? Məsafə hara qədərdir? Məktəbə. Evə dək qaçdı. Məsafə haradan hara qədər olub? Evə dək qaçıb. Da düzdür. Sabahacan yatmadı. Məsafə hara qədər olub? Sabahacan. Deməli, qədər, kimi, dək, cancən qoşmaları yönlük hala qoşulanda məsafə bildir. Məsafə. Fikir verin, qədər və kimi qoşması həm yönlük hala qoşulur, həm də adlıq hala qoşulur. Adlıq, yiyəlik hala qoşulur. İndi qədər kimi adlıq və yiyəlik hala qoşulanda bənzətmə mənası bildirir. Diqqətlə bura bax. Amma yönlük hala qoşulsa qədər kimi artıq məsafə bildirəcək. Sonra digərlərini deyirəm. İstiqamət yön. Tərəf, doğru, qarşı, sarı. İsmin yönlük halına qoşulanda istiqamət və yön bildirəcək. Fikir verin. Düşmənə tərəf. İstiqamət haradır? Daha doğrusu istiqamət kimdir? Düşmən. Düşmənə tərəf. Düşmənə. İstiqamət bildirdi, yön bildirdi. Düşmənə doğru, düşmənə qarşı, düşmənə sarı. İstiqamət haradır? Düşmən. Deməli, tərəf, doğru, qarşı və sarı qoşmaları ismin yönlük halına qoşulanda istiqamət yön bildirir. Sonra aid, dair, məxsus, haqqında, haqda, barəsində, barədə.
Nə zaman aidlik və məxsus bildirir? Deməli, aid, dair, məxsus. Bax, aid, dair, məxsus. Silim, səliqəli yazım. Aha. Aid, dair və məxsus. Bax, bunlar. İsmin yönlük halına qoşulanda, haqqında, haqda, barəsində, barədə isə ismin yiyəlik halına qoşulanda aidlik, məxsusluq bildirir. Məsələn, deyirəm ki, bizə aid. Fikir verin, aid ismin hansı halına qoşulub? Yönlük halına. Bizə dair, bizə məxsus. Aid dəyər məxsus. İsmin yönlük halına qoşulanda aidlik bildirir. Bizə aid kitab, bizə dair kitab, bizə məxsus kitab. İsmin yönlük halına qoşulanda nə bildirdi? Aidlik, məxsusluq. Sonra, sənin haqda, sənin haqqında, onun barəsində, onun barədə, haqqında, haqda, barəsində, barədə ismin yiyəlik halına qoşulanda, yenə də aidlik, məxsusluq bildirir. Bax, sənin haqqında kimə məxsusdur? Sənə. Onun barəsində. Və s. Ondan əlavə zaman, bax, sonra, əvvəl, qabaq, bəri qoşmaları çıxışlı qala qoşulanda zaman bildirəcək. Məsələn, bizdən əvvəl, bax, fikir verin, əvvəl çıxışlı qala qoşuldu, bizdən. Bizdən əvvəl, məsələn, o gəldi. Nə vaxt bizdən əvvəl? Səndən sonra o gəldi. Nə vaxt səndən sonra? Deməli, əvvəl, sonra, qabaq, çıxışlı qala qoşulanda nə bildirəcək? Zaman. Qeyri, başqa, savayı, ayrı, özgə, əlavə qoşmaları da çıxışlı qala qoşulanda onda fərqlənmə bildirəcək. Məsələn, səndən qeyri hamı gəlmişdir. Kimi fərqləndirib? Səni. Qeyri hansı hala qoşuldu çıxışlı qala? Səndən qeyri. Səndən başqa hamı gəlmişdir. Səndən savayı, səndən ayrı, səndən özgə hamı gəlmişdir. Deməli, qeyri, başqa, savayı, ayrı, özgə qoşmaları ismin çıxışlı qalına qoşuldu və ismin çıxışlı qalına qoşulanda nə yaratdı? Fərqlənmə. Səbəb, məqsəd və istinad. Üçün, görə, əsasən, ötürü. Bu qoşmalardan üçün qoşması ismin yiyəlik halına qoşulanda, görə qoşması ismin yönlük halına qoşulanda, sonra əsasən qoşması da ismin yönlük halına qoşulanda, ötürü qoşması isə ismin çıxışlı halına qoşulanda səbəb, məqsəd və istinad bildirəcək. Məsələn, sizin üçün, bax, üçün nəyə qoşulub? İsmin yiyəlik halına. Sizin üçün gəldi. Yəni, gəlməyinin səbəbi nədir? Siz. Üçün qoşması yiyəlik halına qoşulanda nə bildirdi? Səbəb, məqsəd. Bildiyimə görə gələcək. İstinad etdiyim nöqtə nədir? Bildiyim. Düzdür? Görə qoşması ismin hansı halına qoşuldu? Yönlük halına. Deyilənlərə əsasən. Əsasən qoşması ismin hansı halına qoşuldu? Yönlük halına. Səndən ötürü. Ötürü qoşması ismin hansı halına qoşuldu? Dandan çıxışı halına. Və ismin bu hallarına qoşulub səbəb, məqsəd və istinad bildirdi. Qoşma və digər nitq hissəsi kimi işlənən sözlərə gəldik. Məsələn, kimi. Kimi həm qoşma kimi işlənir, həm də əvəzlik. Bax, uşaqlar, kimi o zaman qoşma kimi işlənər ki, ismin adlıq, yiyəlik və yönlük halına qoşulsun. Onda qoşma olacaq. Məsələn, sənin kimi düşünürəm. Kimi qoşması ismin yiyəlik halına qoşulduğuna görə deyirəm ki, kimi burada qoşmadır. Sonra, bəs nə zaman əvəzlik olar? Kimi, gördünüz ki, kimi suala cavab verdi, suala cavab versə və yaxud və ya özü elə, özü sual versə, onda kimi olacaq? Nə? Əvəzlik. Məsələn, kimi yazır, kimi oxuyur. Nə edir? Yazır xəbər. Kim yazır? Bax, sual verirəm. Kim yazır? Kimi. Kimi sözü kim sualına cavab verdi. Kimi oxuyurdu? Nə edirdi? Oxuyurdu xəbər. Kim oxuyur? Kimi. Bax, kimi sözü suala cavab verdiyinə görə burada artıq kimi sözü oldu nə? Kimi sözü oldu?
əvəzlik. Deməli, kimi sözü ismin adlı gəlir yönlü yanına qoşulanda qoşmadır. Amma kimi sözü suala cavab versə, olacaq nə? Əvəzlik. Sonra qədər sözü. Qədər sözü o zaman qoşma olar ki, ismin adlıq, yiyəlik və yönlük halına qoşulsun. Məsələn, axşama qədər səni gözlədim. Qədər burada hansı hala qoşulur? Axşama, yönlük halına qoşulur. Deməli, qədər burada qoşmadır. Bəs qədər nə zaman isim olar? Qədər sözü tale mənasında, bəxt mənasında işlənsə isim olacaq. Vali buyurdu ki, qəm yeməsin çox, qədər yazdığına bizdə çarə çox. Qədər, yəni tale yazdığına bizdə qədər çoxdur. Türklərin bir ifadəsi var, kader. Bax, həmin qədər, həmin kaderdir. Yəni, bəxt, tale mənasına işlənəndə burada qədər isim olur. Sonra növbətisini deyirəm uşaqlar. Diqqətiniz burada olsun. Tək sözü. Tək sözü qoşma kimi nə zaman işlənir? Tək sözü ismin adlıq və yiyəlik halına qoşulanda qoşma olacaq. Məsələn, eyni zamanda gördünüz ki, sözə bitişik yazılır, bilin ki, qoşmadır. Qızıl tək, bax, tək sözü sözə bitişik yazılır. Özdə ismin adlıq halına qoşulur. Deməli, burada tək qoşmadır. Sonra, tək nə zaman sifət olar? Tək, necə, nə cür sualına cavab verib, ismi izah etsə sifət olacaq. Məsələn, tək əldən səs çıxmaz. Necə əldən? Bax, əldən, nədən? Əl isimdir. Necə əldən? Tək əldən. Tək sözü burada necə, nə cür sualına cavab verib, əl ismini izah edib, ona görə tək burada sifətdir. Sonra, bir də zərf kimi, tək qalmaq. Tək sözü necə, nə cür sualına cavab verib, hərəkəti izah etsə zərf olacaq. Məsələn, qalmaq hərəkətdir, düzdür? Necə qalmaq tək? Necə sualına cavab verib, qalmaq hərəkətini izah etdi. Deməli, burada tək sözü zərf oldu. Tək sözü nə zaman ədət olur? Yalnız sözü ilə əvəz olunanda ədətdir. Təkcə sözü ilə əvəz olunsa, təkcə, yalnız, bircə, bir. Bu sözlərdə əvəz olunsa, ədətdir. Tək sənə güvənirəm. Yalnız sənə güvənirəm. Təkcə sənə güvənirəm. Bircə sənə güvənirəm. Bir sənə güvənirəm. Deməli, tək burada olacaq nə? Ədət. Sonra, ilə sözü. Bax, ilə sözü həm qoşma olur, həm bağlayıcı. Əgər mən iləni və ilə əvəz eləyə bilsəm, ilə olacaq bağlayıcı. İləni və ilə əvəz eləyə bilməsəm, olacaq qoşma. Və eyni zamanda, ilə, lalə işlənən cümlələrdə xəbər birinci şəxsin cəmində olsa bağlayıcı olacaq. Xəbər birinci şəxsin təkində olsa qoşma olacaq. Məsələn, qardaşımla mən getdim. Burada qardaşımla da lalə var. Lalənin ilə lalənin işləndiyi cümlədə xəbər getdim. Birinci şəxsin təkindədir. Ona görə buradakı lalə olacaq qoşma. Xəbərimiz birinci şəxsin təkində olduğuna görə. Amma qardaşımla mən getdik. Burada isə lalə işlənən cümlədə xəbər birinci şəxsin cəmindədir. Getdik. Yəni biz getdik də. Xəbər birinci şəxsin cəmində olduğuna görə qardaşımla da lalə olacaq bağlayıcı. Deməli, lalə ilə işlənən cümlədə xəbər birinci şəxsin təkində olanda qoşma, cəmində olanda bağlayıcı olacaq. Sonra, başqa digər nümunələrdir. Cacə ilə bağlı nümunəyə baxaq. Cacə o zaman qoşma olar ki, mən onu ilə, görə, qədər sözlərini əvəz eləyim. Hər hansı birinə. Məsələn, yaşca məndən böyüksən. Bax, burada cacə var. İndi görün, bunlardan hansını əvəz eləyəcəm. Hər hansı birinlə əvəz elə bilsəm, cacə orada qoşmadır. Yaşca məndən böyüksən, yəni yaş ilə məndən böyüksən. Yəni yaşa görə məndən böyüksən. Deməli, cacəni ilə əvəz elə bildim, görə ilə əvəz elə bildim, burada cacə qoşmadır. Bəs cacə nə zaman ədət olur? Cacə nə zaman ədət olur deyim. Sifətin
sayın, əvəzliyin və zərfin üzərinə artırıldıqda cacə ədad olur. İmtahana bircə saat qalıb. Bax, bir saydı. Burada cacə nədir? Ədad. Deməli, cacə sayın üzərinə artırıldığına görə orada cacə ədaddır. Yenə dedim, cacə o zaman ədad olar ki, sifətin, sayın, əvəzliyin zərfin üzərinə artırılsın. İmtahana bircə saat qalıb. Bircədəki cacə nədir? Ədad. Çünki bir sayın üzərinə artırılır. Sonra tərəf sözünü deyirəm, uşaqlar. Tərəf sözü nə zaman qoşma olur? İsmin yönlü canına qoşulanda qoşma olur. Bizə tərəf gəlirdi. Tərəf, ismin bizə, yönlü canına qoşuldu. Deməli, qoşmadır. Amma tərəf sözü ismin yönlük halına qoşulmasa, isim olacaq. Sol tərəfə döndü. Nə etdi? Döndü. Hara? Tərəfə. Bax, burada tərəf sözü özü yönlük hal şəkilci qəbul edib. Daha yönlük halına qoşulmayıb. Sol sözü yönlük halda deyil axı. Deməli, tərəf sözü yönlük hala qoşulmayıbsa, onda tərəf sözü isimdir. Amma tərəf sözü yönlük hala qoşulsa, bizə tərəf məsələn, onda qoşulma olacaq. Sonra doğru sözü. Uşaqlar, doğru sözü o zaman qoşma olar ki, yönlük hala qoşulsun. Məsələn, düşmənə doğru irəlilədi. Doğru sözü hara qoşuldu? Düşməni yönlük hala qoşuldu. Ona görə doğru sözü burada qoşma olacaq. Düşmənə doğru irəlilədi. Yönlük hala qoşulan. Bəs doğru nə zaman sifət olur? Doğru necə, nə cür sualına cavab verib ismi izah eləyəndə sifət olur. Bax, doğru fikri müəyyən edin. Necə fikri? Necə sualına cavab verən doğru sözü? Fikir ismini izah etdim. Ona görə necə sualına cavab verən doğru sözü oldu sifət. Bəs doğru sözü nə zaman zərf olur? Necə, nə cür sualına cavab verib hərəkəti izah eləsin. Gördüklərini doğru danış. Necə, doğru. Necə, nə cür sualına cavab verən doğru sözü danış hərəkətini izah etdiyinə görə necə, nə cür sualına cavab verən doğru sözü olacaq zərf. Sonra sarı qoşması. Daha doğrusu sarı sözü. Sarı o zaman qoşma olar ki, yönlü gələ qoşulsun. Bəs nə zaman sifət olar? Necə, nə cür sualına cavab verib ismi izah eləsə sifət olacaq. Məsələn, sarı köynək giymişdi. Necə sualına cavab verən sarı sözü köynək ismini izah etdiyinə görə necə sualına cavab verən sarı sözü sifət. Sarı sözü bir də feil olur. Nə zaman? Nə etdi sualına cavab verəndə. Məsələn, qolunu sarıdı. Nə etdi? Nə etdi sualına cavab verdiyinə görə sarı sözü oldu, nə? Feil. Sonra qarşı və qabaq sözü. Qarşı sözü ismin yönlük halına qoşulanda, qabaq sözü də ismin çıxışıq halına qoşulanda qoşma olur. Məsələn, öz kirəyə qarşı müalicə etdi. Qarşı sözü yönlük hala qoşulduğuna görə burada qoşmadır. Səndən qabaq gəlmişəm. Burada da qabaq sözü çıxışıq halına qoşulduğuna görə qoşmadır. Bəs nə zaman zərf olur? İsmin yönlük və çıxışıq halına qoşulmayanda zərf olur. Musa qarşıda, qabaqda oturmuşdu. Burada qarşı qabaq sözü Musa adlıq haldadır Musa. Yəni yönlük çıxışıq halına qoşulmayıbsa, deməli qarşıda, qabaqda olacaq, nə? Zərf olacaq. Sonra əvvəl bəri sözlərini deyirəm, uşaqlar. Sonra əvvəl bəri sözü ismin çıxışıq halına qoşulanda qoşma olacaq. Məsələn, məndən sonra, məndən əvvəl, dünəndən bəri çıxışıq halına qoşulduğuna görə qoşmadır. Amma sonra əvvəl bəri sözü çıxışıq halına qoşulmasa, onda zərf olacaq. Əvvəl düşün, fikir verin, əvvəldən əvvəl heç bir çıxışıq hallı söz gəlməyib. Sonra danış. Sonradan da əvvəl heç bir çıxışıq hallı söz gəlməyib. Deməli, burada artıq zərfdir. Çıxışıq halına qoşulsa qoşmadır, qoşulmasa zərfdir. Bəri gəl. Burada da bəri sözündən əvvəl çıxışıq halı gəlməyib, deməli, çıxışıq halı qoşulmayıb. Əlavə sözü. Əlavə sözü çıxışıq halına qoşulsa qoşmadır. Dərsdən əlavə. Çıxışıq halına qoşulduğuna görə əlavə qoşmadır. Bəs nə zaman sifət olur? Necə, nə cür sualına cavab verib ismi izah etsə sifət olacaq. Əlavə vaxt. Necə, əlavə. Necə, nə cür sualına cavab verən əlavə sözü vaxt ismini izah etdiyinə görə əlavə sözü olacaq, nə? Sifət. Bəs nə zaman isim olur? İsmin nə sualına cavab verəndə. Cümlə üzvünün əlavəsini tapın.
Nəyi tapın? Va, fikir verin, ismin nə sualına cavab verdi? Deməli, əlavə söz onda isim olacaq. Sonra, qeyri, başqa, özgə. Qeyri, başqa, özgə ismin çıxışı qanuna qoşulanda qoşma olur. Səndən qeyri, səndən başqa, səndən özgə. Amma ismin çıxışı qanuna qoşulmazsa və belə deyim də, necə, nə cür sualına cavab verib ismi izah etsə, onda artıq sifət olacaq. İçəri adam gəlməsin. İçəri başqa adam gəlməsin. Bax, burada başqa sözü çıxışı qala qoşulmayıb ki. Ya da içəri qeyri adam gəlməsin, içəri özgə adam gəlməsin. Heç birisi çıxışı qala qoşulmadığına görə burada başqa, qeyri, özgə sözləri nə olacaq? Sifət olacaq. Çünki necə adam, başqa adam, necə adam, qeyri adam, necə adam, özgə adam. Necə, nə cür sualına cavab verən başqa, qeyri, özgə sözü adam ismini izah etdiyinə görə başqa, qeyri, özgə sözü oldu sifət. Daim, qoşma olmadı. Sonra gəldik ayrı. Ayrı sözü qoşma, sifət və zərf olur. Nə zaman qoşma olur? Çıxışı qala qoşulanda. Məsələn, səndən ayrı çıxışı qala qoşulduğuna görə qoşmadır. Məsələn, nə zaman sifət olur? Necə, nə cür sualına cavab verib, ismi izah eləyəndə. Məsələn, ayrı iş taparsan. Necə iş? Ayrı iş. İş isimdir və necə, nə cür sualına cavab verib, ayrı sözdür, onu izah etdim. Deməli, sifətdir. Bəs nə zaman zərf olur? Necə, nə cür sualına cavab verib, hərəkəti izah eləyəndə. Sevgimdən ayrı düşüb. Necə ayrı? Necə, nə cür sualına cavab verən ayrı sözü düşüb. Hərəkəti izah etdiyinə görə burada ayrı sözü zərfdir. Deməli, qoşmalar, sözlərin qoşma və digər nitq hissəsi kimi işlənməsi ilə bağlı məlumatı dedim. Üçün, ötrü, görə, savayı, dəq, cancən, haqqında, haqda, barəsində, barədə sözləri yalnız qoşmadır. Qoşma kimi işlənir. Yəni, bu sözlər başqa nitq hissəsi kimi işlənə bilmir. Qeyd ki, kimi qoşması bəzən feili sifətə qoşulduqda zaman mənasını bildirəcək. Körpə səsi eşidən kimi, bax, eşidən, anəm, feil sifət şəkilçisi. Eşidən kimi, yuxudan oyandı. Körpə səsi eşidən kimi. Nə zaman? Səs eşidən kimi. Bax, fikir verin, kimi qoşması feil sifətə qoşuldu və nə zaman sualına cavab verdi, zaman mənasını bildirdi. Qarşı qoşması əks, ziddiyyət mənasında bildirir. Haqsızlığa gördükcə muradda ona qarşı, yəni ona zid, onun əksinə nifrət hissi oyanırdı. Qoşmalı sözlər bütün cümlə üzvləri rolunda çıxış edə bilir. Səninkimlər mənə anlamaz. Qoşmalı sözlər kimi bütün cümlə üzvləri rolunda çıxış edə bilir. Yəni mübtəda rolunda da, tamamlıq rolunda da bax, anlamaz, nə etməz, anlamaz, kim, səninkimlər. Fikir verin, qoşmalı söz mübtəda rolunda çıxış etdi. İndi tamamlıq rolunda çıxış etsin. Əli ilə gəldi. Kimi ilə, bax, kimi ilə sualına cavab verdiyinə görə mən tamamlıq rolunda çıxış etdim. Daha sonra təyin rolunda çıxış eləyə bilər. Məsələn, deyirəm, ipək kimi saçları var. Necə saçlar? İpək kimi. Zərflik rolunda çıxış eləyə bilər. Sənin kimi oxuyur. Sənin kimi oxuyur. Necə, nə tərzdə? Sənin kimi. Zərflik rolunda çıxış etdi. Sonra xəbər rolunda çıxış eləyə bilər. Sənin kimidir. Və s. Deməli, deyir, cümlələrin birində qoşma işlənməmişdir. Yağışdan sonra güclü külək başladı. Bax, fikir verin, mən bayaqlar belə bir şey dedim. Dedim, sonra o zaman qoşma olar ki, ismin çıxışı qanla qoşulsun. Yağışdan sonra qoşması dandan çıxışı qala qoşulub. Deməli, burada qoşmadı. A, bəndə getdi. İndi beyini oxuram. Arxı tullan sonra afərindir. Demişdim ki, sonra o zaman qoşma olar ki, dandan çıxışı qalanlar şəkilçisinə qoşulsun. Məsələn, yağışdan sonra dandana qoşulduğuna görə burada sonra sözü qoşmadı. Amma dandan çıxışı qalanlar qoşulmazsa sonra qoşma olmayacaq. Arxı tullan sonra afərindir. Burada sonra çıxışı qala qoşulmadı. Ona görə 1B. Sonra ikincini oxuyuram.
Cümlələrdən birində qoşma işlənmişdir. O suallara ürəklə cavab verir. Bax, lalə sözü, lalə var ya uşaqlar. Lalə o zaman qoşma olar ki, kim ilə, nə ilə, hara ilə sualına cavab versin və onu və ilə əvəz eləmək mümkün olmasın. O suallara, amma mütləq bu suallara cavab verməlidir ya. Lalə necə, nə cür sualına cavab versə, artıq orada lalə nə olacaq? Lalə orada zərf olacaq, zərf. İndi o suallar ürəklə necə? Bax, burada lalə necə sualına cavab verdi? Buradakı lalə zərfdir. Bəndə getdi. Acgöz qazandıqca yenə uduzdu, çünki o pozdu. Tamahla, ləyaqət arasındakı nazik xətlər. Tamahla, nə ilə? Bax, nə ilə sualına cavab verən sözü mən və ilə əvəz eləyə bilməsəm qoşmadır. Əvəz eləyə bilsəm bağlayıcıdır. Tamah və ləyaqət arasındakı nazik xətləri. Lanı mən və ilə əvəz eləyə bildim. Deməli, tamahla daxil la bağlayıcıdır. Yaşa cəsarətlə. Necə? Cəsarətlə. Necə sualına cavab verdiyinə görə lalə burada dedik. Lalə necə sualına cavab verəndə zərf düzəldir. Burada lalə zərfdir. Yaşa cürətlə. Necə? Nöqtələr, vergüllər nə qədər desən, saxta nidalarla, nə ilə, bax, nə ilə sualına cavab verən nidalarla sözünündəki laləni, görün və ilə əvəz edə bilməsəm qoşmadır. Saxta nidalar və dolu kitablar. Laləni və ilə əvəz edə bilmədim, buradakı lalə qoşma oldu. Cavabımız D bəndi. Üçüncü sualda sözə qoşularaq məsafə mənası bildirsin. Hansı qoşma idi? Məsafə bildirin. Evəcən, can-can, evə kimi, evədək məsafə bildirir. Cavabımız C bəndi. Deməli, uşaqlar, indi 4-dən 6-ya qədər yazın, uşaqlar. Və 3 dəqiqədən sonra başlayacağım yoxlamağa. Bənzətmə mənası yaradan qoşma işlənmiş cümləni müəyyən edin. Ticarət mərkəzində kimi özünə ayaqqabı, kimi də palto seçirdi. Nə edirdi? Seçirdi. Kim seçirdi? Kimi. Bax, burada kimi suala cavab verdi. Bayaqları belə bir şey dedik. Kim seçirdi? Kimi. Yenə deyirəm, kimi suala cavab verirsə, o əvəzlik idi. Deməli, burada kimi əvəzlikdir. Bəndi getdi. Hər gün dəniz sahilinə kimi piyada gedirdik. Dəniz sahilinə kimi məsafə bildirdi də burada. B bəndə getdi. Bizdən deyir, bənzətmə bildirsin. Vətəni onun kimi sevin. Kimə bənzədib? Ona. Sevməkdə ona bənzədib. Deməli, kimi qoşması, ismin yəli qanuna qoşulduğuna görə burada kimi bənzətmə bildirdi. Cavabımız C bəndi. Hansı cümlədə ilə, lalə qoşma kimi işlənib? Dedik ki, ilə, lalə nə zaman qoşma olar? Kim ilə, nə ilə, hara ilə sualına cavab verməlidir və onu mən və ilə əvəz eləyə bilməməliyim. Dünya ilə cahan sinonimdir. Nə ilə, bax, nə ilə sualına cavab verən bu sözü mən və ilə əvəz eləyə bilsəm, bağlayıcı da əvəz eləyə bilməsəm qoşmadır. Dünya və cahan sinonimdir. Və ilə əvəz eləyə bildim. Deməli, buradakı ilə bağlayıcıdır. Şəkil fırça ilə çəkilib. Nə ilə sualına cavab verən fırça iləni mən və ilə əvəz eləyəm hələ. Şəkil fırça və çəkilib deyə bilmədiyimə görə buradakı ilə nədir? Qoşma. Cavabımız B bəndi. Məlik iclasdan sonra evinə dək piyada getdi. İclasdan sonra zaman bildirdi. Evinə dək isə burada məsafə bildirib. Zaman və məsafə. D bəndi. Sonra deməli, uşaqlar, 7-dən 10-a qədər yazın, 5 dəqiqədən sonra başlayacağım yoxlamağa. Deməli, 7-ni deyirəm. Sarı tərəf doğru qoşmaları hansı məna növündədir və hansı halda olan sözlərə qoşulur? Məsələn, deyirəm ki, sənə sarı. Hansı hala qoşuldu? Yönlük hala. Sənə tərəf. Hansı hala qoşuldu? Yönlük hala. Sənə doğru. Hansı hala qoşuldu? Yönlük hala. Deməli, yönlük hala qoşulurmuş. Yönlük hala qoşulur.
Və sənə sarı, sənə tərəf, sənə doğru istiqamət bildirir də. Deməli, yönlü qala qoşulsun və istiqamət bildirsin. D. 7-də D. Başqa qeyri-sabahı özə qoşmaları hansı məna növündədir və hansı hala qoşulur? Deyirəm ki, səndən başqa. Hansı hala qoşuldu? Çıxışı qala. Səndən qeyri, səndən savayı, səndən özü. Hamısı çıxışı qala qoşuldu. Və nə var burada? Səndən başqa hamı gəlmişdi. Səni fərqləndirib də, çıxışı qala qoşulub və fərqləndirmə bildirdi. B bəndi. Kimi qoşması tək qoşmasının sinonim olduqda ismin əsasən hansı halında ona sözə qoşulur? Məsələn, deyirəm, Əli kimi, yəni Əli tək. Hansı hala qoşuldu? Əli adlıq haldadır. Adlıq hala. Yaxud da sənin kimi, sənin tək. Bir də yəli qala qoşulanda tək sözünün sinonimi olur. Deməli, adlıq və yəli qala qoşulanda tək sözünün sinonimi olur. Və sənin kimi, əli kimi bənzətmə bildirir. Yəli qala qoşulub bənzətmə bildirməlidir. E bəndi. E bəndi bircə dəqiqə. Hə. Sonra onda kimi qoşması dək sözünün sinonim kimi çıxış olanda, çıxış eləyəndə hansı hala qoşulur? Məsələn, deyirəm, sənədək yönlü qala qoşuldu. Sənədək nəyi bildirdi? Məsafə bildirdi özdə. Sənədək yönlü qala qoşulub məsafə bildirdi. A bəndi. Sonra indi deyir ki, qoşma kimi işlənən bu sözlərdən hansı ədat kimi də işlənə bilir? Bəli, burada artıq ədatı keçməliyik ki, tam aydın olsun. Amma hər ehtimala qarşı cavabı deyim ki, D variantı cacə. Cacə həm məhdudlaşdırıcı ədat kimi, həm də qoşma kimi işlənir. İndi 12-ni deyirəm. Tək sözünün qoşma kimi olduğu cümlə müəyyən edək. Tək sözü o zaman qoşma olar ki, mən onu kimi sözü ilə əvəz eləyə bilim. Məsələn, lalə tək qızarmaq üz qaydasıdır. Yəni, lalə kimi qızarmaq üz qaydasıdır. Artıq burada cavabımız A bəndidir. Yəni, tək sözü mən kimi ilə əvəz etsəm, biləcəm ki, tək söz orada qoşmadır. Lalə tək qızarmaq üz qaydasıdır, lalə kimi qızarmaq üz qaydasıdır. Burada tək artıq qoşma kimi çıxış etdi. A bəndidir cavab. Sonra, tək qalanda özümlə bu barədə çox götür qoy etmişəm. Kimi qalanda deyənmərəm. Yəni, burada B bəndində tək qoşma deyil. Ailədə tək uşaq olduğu üçün şıltaq idi. Ailədə kimi uşaq olduğu üçün şıltaq idi demək düz deyil. Tək əldən səs çıxmaz, kimi əldən səs çıxmaz demək olmaz. Mən tək səninlə gedə bilərəm, mən kimi səninlə gedə bilərəm demək olmur. Deməli, təki kimi ilə əvəz eləyə biləm A bəndində, ona görə A bəndində tək sözü qoşmadır. 13. Hansı cümlədə tək sözü qoşma olur? Yenə də o formada. Təki mən kimi ilə əvəz etsəm, qoşmadır. Bu işi heç kəs sən tək bacarmaz. Yəni, sənin kimi bacarmaz. Demək, kimi ilə əvəz eləyə bildiyimə görə tək burada qoşmadır. Elə cavabımız A bəndi. B bəndində kimi ilə əvəz eləyə bilmirəm. C bəndində qocanın tək yaşaması hamını narahat edirdi. Qocanın kimi yaşaması deyə bilmərəm. C-də getdi. Tək getmə, kimi getmə deyəmirəm. Bu işi tək sən görə bilərsən. Bu işi kimi sən görə bilərsən deyəmirəm. Cavabımız ona görə A bəndidir. 14-cü sualda cümlələrin birində ca qoşmadır. Ca o zaman qoşma olar ki, onu mən qədər, sonra kimi, görə və ilə sözlərin hər hansı birindən əvəz edeyim. O ehmalca kənara çəkilib, ona yer verdik biz. Ehmalca. Ehmalca burada necə nətərdə zərf gəldi. O gəlincə, burada feili bağlamadı. Bax, dəriya ağılın olsa, dəriya qədər ağılın olsa. Dəriya qədər ağılın olsa, yoxsa olsun gələrlər. Burada cacə, yəni qədərlə əvəz elədim. Ona görə bildim ki, cacə burada qoşmadır. Sonra